Müəssisləşdirilmiş loqo Neftçinin rəsmi media kanallarında təqdimat videosu ilə nümayiş etdirilib. 20 ildən sonra tarixində 5-ci dəfə müəssisləşən loqo günün dizayn trendlərinə uyğun hazırlanıb. Rebrendinq zamanı futbol sahəsindəki məşhur və yadda qalan imij dəyişikliyi halları öyrənilib, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işləri nəzərdən keçirilib. Həmçinin xalqın komandası adlandırılan Neftçinin Azərbaycanın ən köklü klubu olması da diqqətdə saxlanılıb. Ağqaraların daha çox ilk emblemindən ilhamlanaraq müasirləşdirilən loqo dövrün tələblərinə uyğunlaşdırılıb. Belə ki, Neftçi Peşəkar Futbol Klubunun ilk embleminin konturlarından, klubun adının baş hərfi olan N hərfi və neft buluqlarından istifadə edilərək brendin əsas vizual atributu hazırlanıb. Bununla da klubun köklərinə və ənənələrinə sadiqlik nümayiş etdirilib. Eyni zamanda simvola daha modern və cəlbedici görünüş verilib. Klubun ənənəvi ağ-qara rəngləri fonunda hazırlanan loqo emblem tərzindədir. Müasirləşən loqonun verdiyi mesaj da köklərə bağlılıqla yanaşı nəsillərarası güclü əlaqədə öz əksini tapıb.